bəzən o işin nəticəsini görəndə ani olaraq bütün yorğunluq addan çıxır. Düzdür, həmin günü mənim yorğunluq beynimdən çıxır, amma səhərsi günü barmaqlarımı sızıldayır, sümüklərim sızıldayır, əzəllərim ağrıyır. Amma mənə bir zövq verir ki, o əməliyyatın nəticəsini ki, görürük ki, gözəl bir sifət almışıq. Ən çox yorulduğunuz, amma buna dəyərdi dediyiniz an hansı olub? Maraqlı sualdır. Ən çox yorulduğumuz əməliyyatlar bizdə çənə əməliyyatlarıdır ki, 4 saat, 5 saat, hətta bəzən 6-7 saat çəkən əməliyyatlar olur. Düzdür, böyük bir əməliyyatdır. Həqiqətən də yoruluruq. Əvvəllər cavan vaxtı fasiləsiz o 6 saat işləyirdik. 7 saat işləyirdik. Sonra xarici ölkələrdə gördük ki, onlar 2 saatdan bir 3 dəqiqəlik, 5 dəqiqəlik də olsa dincəlirlər. Fasilələr olmalıdır ki, işin keyfiyyəti düşməsin. Artıq biz də bu üsula keçdik. Çünki doğrudan da yorulur. 6 saat ayaq üstə durmaq və onu işləmək doğrudan da işin keyfiyyətini sala bilər. Və o cür yorğunluqdan sonra bəzən o işin nəticəsini görəndə ani olaraq bütün yorğunluq addan çıxır. Düzdür, həmin günü mənim yorğunluq beynimdən çıxır, amma səhərsi günü barmaqlarımı sızıldayır, sümüklərim sızıldayır, əzəllərim ağrıyır. Amma mənə bir zövq verir ki, o əməliyyatın nəticəsini ki, görürük ki, gözəl bir sifət almışıq, alt-üst çənənin rekonstruksiyası əməliyyatı eləmişik və onun gözəl nəticələrini almışıq. O dediyimiz yorğunluq tamamilə sıradan çıxır. Əgər işini sevən adamdırsa, o yorğunluğa baxmamalıdır. Ondan zövq almağı bacarmalıdır. Evet.